Salam, hörmətli kanal izləyicilərimiz. Bu gün mən Masazır qəsəbəsində, Masazır qəsəbəsində dedikdə, Masazır qəsəbəsinin mərkəzində belə bir möhtəşəm bir 5 otaqlı, köhnə tikili, gözəl remontlu evimizdən mən tanış edirəm. Burası evimizin qonaq otağıdır. Belə bir gözəllikli qonaq otağıdır. Qoşadaşla inşa olunub, padokolnik atmış plekanlara kimi, iç plekan, çöl plekan hamısı mərmərlə təsis olunub. Burada belə bir gözəl twisting yığılıb, gizli işıq, hamısı qoyulub, spotlarına kimi qoyulub. Xatırladım ki, birinci mərtəbə stipolla təsis olunub. Burada bir yataq otağı, mətbəximiz və burada isə qonaq otağımızdır. Mətbəx də yetərincə genişdir, onu da görsədim sizə. Qiymət çox gözəl bir qiymətdir, 110 min manata belə bir möhtəşəm bir evimiz satışa çıxıb. Bütün sistem çəkilib, qaz, su, işıq, kanalizasiya hazır vəziyyətdədir. Bütün kommunikasiya xəttləri 24 saat aktiv işləh vəziyyətdədir, hörmətli kanal izləyicilərimiz. Evimizdə kərpic deyilən şey işlənməyib, hamısı qoşadaşla inşa olunub. Evimiz arxa tərəfində metr yer məsafə saxlanıb, o da bu evimiz aiddir. Buraya isə əlavə olaraq bir dənə yataq otağı burada mövcuddur. Həm uşaqlar üçün, həm yaşlı adamlar üçün, yəni burada bir dənə yataq otağı var ki, elə adamlar var ki, yaşlı adamlar var ki, yuxarı qalxa bilmir deyənə. Burada birinci mərtəbəsində bir dənə yataq otağı burada mövcud salınıb. Buraya isə birinci mərtəbə aid olan sanitar qoşa və 7 stipolla təsis olunub. Gördüyünüz kimi mərmərdir, plekanlar mərmərdir, padokolniklə mərmərdir. Evimizin fasadı kabançıqla təsis olunub. Aboylar çox bahal aboylardan, ucuzlu aboyla işlənməyib. Burada hal-hazır torpağın sotu, demək ki, 35-40 min manata torpağın sotudur. Panoraması duz gölünə panoramadır. 1, 2, 3 dənə yataq otağı, sanitar qoşu, balkonla çıxışıdır. Soldakı uşaqlar üçün nəzarət tutmuş yataq otağına mən starşının gördüyünüz qarşısını kəsən bir maneə yoxdur. Buraya isə ikinci yataq otağıdır. Bütün otaqlarda gördüyünüz kimi kondisioner xəttləri buraxılıb, hazır vəziyyətdədir. Evimiz yayda görüb, qışda görüb, bütün fəsilləri görüb, gördüyünüz kimi remontunda zərrə qədər də problem yoxdur. Çünki qoşadaşla inşa olunur. Mərtəbə arası manat betondur. 1-də, 2-də və sonuncu yataq otağı ilə mən tanış edim. Burası evimizin sonuncu yataq otağıdır. Koridorda da kombi sistemi qoyulub. Burası evimizin balkonudur. Balkonla da mən tanış edim və əhtiyanın sahəsindən tanış edim. Birbaşa duz gölünə panoramadır. Sol tərəfdə Qurtuluş 90-ın, sağ tərəfdə isə Bağçalı Qurtuluş yeni Bakıya çox yaxın bir ərazi yerləşir. Bax, belə bir əhtiyanın sahəsi var, hörmətli kanal izləyicilərimiz. Çöl plakanda kimi gördüyünüz kimi mərmərdir, fasadı kabançıqdır. Krışası çerepitsa krışadır, yəni profnastil deyil, çerepitsadır. Ən balı krışalardan biridir. Mən sizə evimizin əhtiyanın sahəsindən tanış edim sizi. Plakan da manat beton üstü mərmərlə təsis olunub. Bax, belə bir həyətyanı sahəsi var. Çöl plakandakı mərmərdir. Evimizin fasad görünüşü çox gözəl bir görünüşdədir. Eləyən də əvvəl göstərəcəm. Yolu demək ki, asfaltdır. Tarqovut tamir daşlarla döşənilib. Buradan da görə bilərsiniz evimizin fasad görünüşünü. Bax, belə bir möhtəşəm bir fasad görünüşündədir. Və padvalı göstərdim sizə. Evin arasında demək ki, metr yarım məsafə saxlanılıb. Bax, burası padvalıdır. Bax, görə bilərsiniz, birinci mərtəbədə manat betondan təsis olunub. Əlavə məlumat üçün zəhmət bilərsiniz, kanalımıza abunə olmağı, video bəyənməyi unutmayın ki, yeni satışa çıxan evlərlə birinci növbədə siz tanış ola biləsiniz.